detto della verità, fa più luce dentro questo cuore mio, questo cuore d'uomo che non sa, non sa. Bellissimo. Murat. Bellissimo. Elimi dayandır. Ne oldu Elif'e? Hapsını da dayandır. Çingiz'i aparın. Hoş gelmişsən. Çingiz'i itiririk artıq. Təqdim elə özünə. Yaxşısan? Mənim adım Atilladır, mənim 11 yaşım var. Sən görsən bu mahnını sevirsən, o sevdiyinə görə ürəyindən keçirdirsən, buradan yox da ürəkdən oxuyursan. Bəli. Ona görə bax, hər üçümüzü də döndürdün özünə qarşı. Və sən belə də ciddi bir oğlan oxşayırsan, ciddi olduğuna görə mənim komandama gələsin. İki ciddi darıxdırıcı olacaq. Atilla. Söhbət olmayacaq, danışmayacaqsınız. Çingiz ben burada ben istiyorum sen Elif'i sıxım. Teşekkür ederim. Ben çok istəyərdim ki, Murad Arif'in komandasına geçsin. Atilla mən elə gəl ki çox fikirləşmək lazım deyil. Elə sən də gəl. Mən istəyirəm ki Çingiz'in yanında dayanım o pərt olduğu an. Züfə xanım hansımızı seçirsiniz? Sizin üçünüzün arasında Atilla əlbəttə ki. Valla. Sizin səsdən anlayışınız var, aydın məsələdir. Mən heç təəccübləmirəm. İndi Atilla qərarı sən verəcəksən amma. Murad yoxsa Murad yoxsa Murad? Atilla, bax düz bura bax. Bura bax. Bura bax, qərarını ver. Mən birinci gündən Murad Arif seçmək. İnanamıyorum. Aması yoktu. Ama falan demedi. Ama demek istedi. Aması var. Beni seçirsen düzdü mü? Yok. Beni seçiyor. Ürəyim üstü ayağlardan karvalı oldu. Rəhbərmanı gətirdi. Xeyir deydi day. Ne olar Aması ki? var idi. Burada demək Zülfiyə xan Babayevanın fan klubu oradadır. Çingiz Mustafayevin fan klubu buradadır. Mənim heç kimim yoxdur. Bir də ikimizik. Bizi kim alqışlayacaq indi bu məqamda? Teşekkürler, teşekkürler, haklı teşekkürler. Hə. Akıllı seçimiydi. Bir sen Murat. akıllı seçimiydi Murat. Sonra Hə. deyərəm sən. Hə. Əzizim, sən təbrik eləyirəm. Çox gözəl ifa elədin. Siz çox mütəşəm bir ifaçısınız. Təşəkkür ederim sizə. Bu gözəl istlərə görə minnətdaram. Sənə Təşəkkür ederim. Sağ uğurlar, olun. xoş gəldin. Yaxşı, gəl mən də qucaqlayacağım. Gəl. Gəl. Zülfiyə xanım siz də qoşula bilərsiniz. Teşekkürler, uğurlar, yolun açıq olsun. Gözəl nəğmələr seçəcək səndən. Beləliklə,